Hörmətli izləyicilərim, sizin hər birinizi salamlayıram. Bugün sizə çox mühüm bir xəbərim var. Azərbaycanda analogu olmayan bir fabrik satışa çıxarmışam. Hörmətli izləyicilər, ekrana yaxın əyləşin. Sizin üçün çox vacib bir məlumatdır. Hazır biznes satılır. Bəli, elə bir biznesdir ki, 100% gəlirli, hamısını söyləyəcəm, detallı şəkildə sizə göstərəcəm. Siz təsəvvür edin ki, 11.000 kvadrat qapalı istehsalat ərazisidir, 5.000 kvadrat isə açıq alan. Bura Azərbaycanın ən böyük tekstil fabrikidir. Dəyərli izləyicilərim, bu fabrikin 200 nəfər çalışanı var. Türkiyə, Çində olan ən müasir və son model tekstil avadanlıqlarından təchiz olunub fabrikdə. Fabrik 150 çeşit məhsul istehsal edir, dəyərli izləyicilər. Təsəvvür dilimlə sürüşdürək. Bilirsiniz, ağlınıza gələn və gəlməyən ev tekstilinə aid nə varsa, hamısını bu fabrik istehsal edir. Yataq, yorğan, döşək, sintifon. Kadrdan gördüyünüz tikililər xammal ambarlarıdır fabrikin ərazisində yerləşən. Fabrikin inzibati ofis binasıdır, əzizləyicilər. 10 otaqdan çoxdur. Mühasibatlıq, rəhbərlik, kadrlar hamısı burada və super təmirli otaqlardır. Bu isə ümumi fabrikin həyətində olan görünüşüdür ki, siz daxilini, biyaqlarım, mən hamısını göstərdim. İndi isə mən sizə icazənizlə ən əsas məsələ nəqliyyat, yəni yolunu, konumunu göstərdim ki, görün bu tekstil fabriki necə gözəl bir konumda yerləşir. Tam asfalt yolla gəlirsən fabrikə, gedirsən fabrikdən. Hörmətli dostlar, tekstil fabrikinin yerləşmə yeri Duz gölünün yaxınlığındadır. Ana yolu da siz kadrdan görürsünüz. Bundan əlavə daha bir özəllik odur ki, yeni salınmaqda olan yeni yol layihəsinin düz fabrikin yanından keçəcək. Hal-hazırda texnikalar işləyir. İl sonuna qədər bu yol birbaşa şəhərə gedəcək və burada daşınmalar çox rahat həyata keçəcək. Belə də reallığı da bugünkü gündə də asfaltla da 1 kilometr həmən Duz gölünün yolunun, magistral yolun tam üzərində yerləşir. Qiyməti mən postda qeyd eləmişəm. Sənəd çıxarışdır. Bu biznes kimə maraqlıdırsa, zəng eləsin mənə, sahibi ilə sizi görüşdürün fabrikin içində. Allah xeyri versin hər birimizə. Sağ olun, var olun.